Salam dostlar, bugünkü vlogda sizinlə Millennium City'dəki TK Maxx-a gəldim. Bu dəfə xüsusi olaraq uşaq paltarlarına və hədiyyəlik məhsullara baxmaq istəyirdim. Burada hər dəfə çox gözəl şeylər olur. Ona görə də düşündüm ki, bunları sizinlə paylaşım. Başlayaq. İndi birazdan içəri keçirəm və birbaşa uşaq bölümünə gəlirəm. TK Maxx uşaqlar üçün çox şirin və keyfiyyətli paltarlar olur, həm də qiymətlər adətən sərfəlidir. Gəlin biraz yaxından baxaq, görək bu dəfə nələr var. O biri videolarımdan bildiyiniz kimi mən termosları çox sevirəm və ona görə hansı mağazaya girsəm də heç bir fərqi yoxdur. Birinci termoslara yönəlirəm. Amma düzün deyim, xoşuma gələn termos tapa bilmədim. Və indi yönəldim uşaq bölməsinə. Birinci oğlanlar üçün baxdım. Bu kurtkanın qiyməti 50 evroydu, amma həddindən çox nazik idi, yəni o pula dəyməzdi. Bir də oğlanlar üçün beləsin dəstlər var idi, üçlü dəstlər idi. Qiymətləri həddindən çox uyğun idi və 3 dənə, yəni içində artikelləri var idi. Ondan sonra yönəldim təbii ki qızım üçün. Qızlar üçün bir də maraqlı şeylər çoxdur həddindən. Məsəl üçün bu üçlü dəstə idi, üstündə sumkası da var idi. Həddindən çox şirin görsənirdi. Yəni belə şeyləri hədiyyə kimi almaq çox sərf eləyir. Həm gözəl görsənir, həm də maraqlıdır. Bunu isə qızıma götürdüm. Bu paltolu dəstlər idi. Mən ümumiyyətlə dəstlərdən ötürü ürəyim gedir də. Bunun kalqotkası, platyası, sumkası, palto, papaq hamısı bir yerdə. Qiyməti yadımdan çıxıb, baxıb dəqiq sizə deyərəm. Çox uyğuna gəldi. Sonra bir neçədən kurtkaya baxdım modelini, amma kurtkalar çox təəssüflər olsun ki, düşünmürəm uşaqları isti saxlayacaq. Düzdür, markadır, odur, budur, amma yenə də uşağı isti saxlayacağını düşünmürəm. Eyni zamanda bunu əvvəlcə almaq istədim, sonra fikrimi dəyişdim. Birincisi yenə də düşündüm ki, isti saxlamayacaq, bir də bunu kombinləmək həddindən çox çətin olacaq mənə. Ona görə düşündüm ki, bunu almasam yaxşıdır. Sonra getdim pijamalar bölməsinə. Ən çox sevdiyim yer. Özümə bir də uşaqlara pijamalar baxdım. Bu dəsti qızım üçün götürdüm. Amma siz yəni bunları burada həddindən çox hədiyyə kimi dəstlər tapa bilərsiniz. Yəni bu çox qəşəng dəst idi. Abadokuzadı, hər şey üstündə idi. Bir də isti idi. Bunu isə özümə götürdüm. Çox heyif ki, bədənləri yox idi. Yoxsa yoldaşıma da bir dənəsini götürəcəkdim. Bu bir oğlan, qız beləsinə dəstləri idi. Həddindən çox gözəl idi. Yəni pijamaları. Belə dostlar, alış-verişim bu qədər. Uşaq paltarları və bu hədiyyəliklər bölümündə həqiqətən çox şirin şeylər var idi. Aldıqlarımı növbəti videoda yaxından göstərəcəm. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmağı unutmayın.